Xanım tələbəmlə sinə məşqidir. Xanımlar sinə məşqini, sinə əzələsi inkişaf eləsin. Və yaxud da digər suallar gəlir. Məsələn, sinə məşqi eləsəm, sinəm yığılarmı, balacalaşarmı? Və yaxud da məsələn, sinəm dikləşərmi? Yəni, bunlar ehtiyac yoxdur. Nə balacalaşmayacaq, nə böyüməyəcək. Sadəcə olaraq çiyin, qol və digər əzələlərimizin bərkiməsi üçün sinə məşqi eləməlisiniz. Oğlan, qız fərqi yoxdur. Mən hər birinizə baza hərəkətləri tövsiyə edirəm. İlk sinə məşqidir, baza hərəkətdir. Bu dəqiqə işləyəcək. Gir. Bax, sizin indi gözünüzün qarşısında işləyəcək mənim köməyimlə. Birinci dəfə ki, bu çəkiləcək. Davam edin. Bax, uşaqlar. Gəl bura, yaxın gəl biraz. Düşürük hamımız. Bax. Biraz aşağıdan. Bax, gözlə ştanga olmalıdır tən. Düşsə, gözə düşməlidir. Əllər normal tutəlidir. Normal tutəlidir. Eyni qaydada. Bərabərlik eyni qaydada olmalıdır. Eyni qaydada. Dirə parmaqlarına. Ayaqlarımı arala, yüz dala. Ay sağ ol. Sinə yuxarı. Baxın, bir iki üst yana götürəcək, başlayacaq mənim köməyimlə. Dirsəkləri də küləyə yaxın gətirir. Yaxşı? 1, 2, 3. Hop. Baba. 1. Biraz aşağı. Hop. 2. 3. Baxın. 4. Düz qal. 5. Qəşəng. Davay. 6. Xaroş. 7. Xaroş. Davay. 8. 2 dənə. Düzgün tut. Ştangı düzgün tut. Davay. Hop. Bir dənə də. Hop. Boyun yerdə. Bu hərəkətdə hansı əzəllərini işlədir sizə göstərim. Qalx nəfəs al. Artıq bunu tutanda bunun zaffatı güclənir. Xanım olmağına baxmayaraq. Bilək əzələləri möhkəmlənir. Çiyin əzələsinə işləyir, qol arxası əzələsinə işləyir. Bu o demək deyil ki, onun çiyinləri olacaq yekə, kişi bədəni yığacaq. Yox, sadəcə olaraq əzələləri maksimum dərəcədə möhkəm olur. Fərqi yoxdur. Prisidaniya, şimlyoja, tiyaga. Bunların hamısını xanımlar da işləyə bilər, bəylər də işləyə bilər. Masır.